Floranı udum, Nicatı udum. Vəfanı da udacam buradan, bunu mən deyirəm. Çünki mən haqqam. Çox köylə gedirəm, çünki köydəyəm də. Köylə gedən adam köydədirsə neyləsin, ged Allaha şikayət elə. Sizin müğənninizə burada cinayət deyirdin hanı, bəhanı. Ağzı əli göçaşa göstərin. Denən ki, bax, tırkaladın xalqın balasına. Verdin qabağa. Allah, bax, 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 bax. Ətrafında yaxın adamlara da atmışam. Çat bütün yazılar hamısı. Xəbər vermiş olarlar. Hazırlaşdırın. En güzel güne saat çıkıp efirden dedim ona bir yerini gösteren olmalıdır. Şimdi gel. Şimdi gel. Seni de. İndiyə qədər 3 nəfər məni məhkəməyə verib. Floranı udum, Nicatı udum. Vəfanı da udacam buradan, bunu mən deyirəm. Çünki mən haqqam. Haqq. Hələ vəfanı udmamışdan əvvəl niyə buradayam, niyə ora gələmirəm? Burada cinayət çaşdırmışam. Bu da sübutum. Həmçə deyir, gələ. Və gəlsin bir buna cavab versin. Hələ burada işimizi görək. Gəlsin görün bu kimdəz məni banditlərə yığdırırsan? Kimdəz bunlar mən? Gəl cavab ver. Faktlar var, faktlar. Hədə qorxu ilə tələb etmə. Görüm nə? Sən orada ağlın getməsin. Nə o bir manistara, kimsə mahnısını oxuyub səslərini kəstirəsən, banditlərlə yığdırıb. Üzr istə, falan kəsdən üzr videosu çək. Mən sənə Tural Sədalıyam, mən sənə Ruslan Talış balasını oxuyanam, yoxsa mən sənə Elnur Əmrahov oyam. Acan, hə. Səni şad səvər. Canlıya gir, canlıya gir. Все, canlıdayam, səsini gedə bilər o tərəfə, oldu. Gir şeyə. Sən elə bilirsən ki, oradakı o musiqiçilərdir, ehtiyat edirlər, musiqiçi ürəyi belədir ki, dostlar, problem istəmirlər, dişiniz olsun. Sən nə lotulanırsan az orada? Uşaqlar abırına bükülüb, ora-bura şikayət, özlərini yaraşdırmırlar şikayət eləməyi. Nicat özünə yaraşdırırsa qadını şikayət eləməyi, amma həmin o Tural Sədalı yaraşdırmadı, Elnur Əmrahov yaraşdırmadı, Ruslan yaraşdırmadı. Deməli, basır cəmaatın mahnısını oxuyur, uşaq oradan səsini çıxardanda banditlərlə yığdırır, söydürür, üzr istəkdirir. Məni də yığdırmışdım. İndi çıxsınlar da, gəlib cavab verəsin. Faktlar var, bu iş iqruşqa deyil. Hədə qorxu ilə tələb etmə, gəlib cavab verirsən, Allah. Gəlib cavab verirsən, Allah. Bu da işin nömrəsi. Sənin heç yüzünü açıb qoyacam ortaya. Sən mənlə kəllə gəlirsən, ha? Mən sənə Şəbnəməm, yoxsa sənə Ülviyəyəm, yoxsa Pünhanam, yoxsa Türkanam, xətrinə dəydiyin Zeynəbəm. Sən şoa biznes adam qoymamısan, ha? Sənin başımı oynaçacam, ha? Heç kim də mənə xahişinə çıxmasın o. Çünki mən vaxtında biz evdə dedik kəşi. Çünki mən bunu ürəyim yumuşalıb geri də çəksəm gecdir. Çünki bu qanun var, qayda var. Bu ictimai təhlükə törədən məsələdir. Sən məni gedib orada ora şikayət var onun bunun sözü ilə. Nə olmuş da mahnımı oxu həm özümü söydür. Mahnımı oxumusan yaxşı eləmisən. Özümü niyə söydürürsən? Kimə söydürmüsən? Özün bilirsən tam Ford ətiri kim alıb verdin gecə ilə? Monte Napoleon'da göndərmişdin. Elə bilsən bilmirəm. 4000 manatı uşaqların atasına kimə verdirmişdin? Gün təsdiq edir o da. Deyir, bəli, səhv eləmişəm. Neynim deyir, sevirdim, verdim. O da təsdiq edir. Sən elə bilirdin belə gedəcək. Sənin yanındakı o, sənin öyrədən o dılğır gədə var. O heç kimdir biləsən. O özünü göstərə bilər, bomba oğlan kimi. Hələ sonra keçəcəm ona. Hələ böyünə qədər 3 nəfər məni məhkəməyə verib, Floranı da udmuşam, Nicatı da udmuşam, Vəfanı da udacam. Amma Vəfanı birinci burada hələ tutduracam. Bunu mən söz verirəm sizə. Heç kim mənə onun xahişini çıxmasın. Çünki biz istədik sülh yaradaq. Ətrafına dedik ona deyən Türkiyə getməsin. Mən küsməliyəm ondan. Bu mənə nə sataşır? Dəqiqədə bir çıxır ATV-dən mənə əl sirkələyir oradan.
İndi gəlsin sənə oturka verən zaurlar, o birsilər, bildin də kimlər ətrafın. Yadındadır sənin tutduğun